Bu ilin birinci rübündə 100 minə yaxın şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Bəs onlar hansı peşələr üzrə əmək fəaliyyəti göstərəcəklər? İndi detalları xüsusi müxbirimiz Zeynəb Nadirova çatdıracaq. Hər vaxtın xeyir olsun Zeynəb. Eşidək təfərrüatları səndən, buyur. Salam, hər vaxtın xeyir olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yeni məlumat var. Belə ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirləri həyata keçirilir vətəndaşlara. Təbii ki, bu istiqamətdə statistikada açıqlanıb. Eyni zamanda məşğulluq tədbirləri ilə bağlı necə müraciət etmək olar, bu məlumatı verəcək. İlk olaraq qeyd edək ki, 98 mindən çox şəxsə məşğulluq tədbirləri həyata keçirilib. Yəni, məşğulluq tədbirlərinə cəlb olunublar və Nazirliyin məlumatı çərçivəsində qeyd olunur ki, həmin şəxslərdən 36 mindən çoxu münasib işlərlə artıq təmin olunub. Yerdə qalan 228 şəxsdən gedir ki, söhbət kiçik ailə təsərrüfatlarını qurmaq üçün onlara şərait yaradılıb və özünə məşğulluq proqramına cəlb olunublar. Bundan əlavə digər statistik rəqəmlər də var. Onlarla da tanış edək izləyicilərimizi. 3,6 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. Çünki bilirik ki, peşə hazırlığı kurslarından keçdikdən sonra həmin şəxslərə məşğulluq təyin olunur və 58,5 min şəxsə peşəyönümlü xidmətlər göstərilir və bu istiqamətdə işlər elə Nazirliyin Agentliyi tərəfindən həyata keçirilir və elə vurğulamaq yerinə düşər ki, məşğulluq təyin olunması ilə bağlı vətəndaşlar əsasən Nazirliyə müraciət etməlidirlər. Dost mərkəzləri və Dövlət Məşğulluq Agentliyi əsas belə deyək məkanlardan biridir və müraciət əsasında artıq onların özünə məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində təbii ki, informasiyaları əldə olunur. Bundan sonraki artıq istiqamətdə vurğuladığımız kimi peşə yönümlü təbii ki, informasiyalarla təmin olunmaları üçün artıq təlimlərə cəlb olunurlar və bunları yekunlaşdırdıqdan sonra proses tamamlandıqdan sonra isə artıq məşğulluqla bağlı onlara yardım göstərilir, məşğulluq təyin olunur, işlərə cəlb olunurlar və öz təsərrüfatlarını yaradılmaları üçün də müəyyən məbləğ və ərazi təyin olunur. Bəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin yeni informasiyası bundan ibarət idi. Söz yenidən səndə. Təşəkkür edirik Zeynəb.